Selamünaleyküm. Aleyküm. İlk növbədə milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibəti ilə təbrik edirəm. Bu qələbə bizim hamımızı sevindirdi. Bir daha Azərbaycan güləşçiləri göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bugün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir. Bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu əlbəttə ki, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bunu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur. Bu münasibətlə federasiyanı təbrik edirəm, məşqçiləri təbrik edirəm və əlbəttə ki, ilk növbədə idmançıları. Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman ümumiyyətcə cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər əlbəttə ki, hamımızı sevindirir. Federasiya gəldikdə onu da qeyd etməliyəm ki, bizim tanınmış idmançılarımız, olimpiya çempionları federasiya rəhbərliyində təmsil olunurlar. Məşqçilər arasında da tanınmış idmançılar təmsil olunur. Vaxtilə bugün məşqçi kimi fəaliyyət göstərən idmançıların yarışlarını mən özüm izləmişəm. Həm Bakıda, həm olimpiya oyunlarında onlara azarkeşlik etmişəm. İndi isə onların yetirmələri bizi sevindirir. Bax, belə nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır. Nəsillər dəyişir, amma bir şey dəyişmir. O da Azərbaycan idmanının uğurları. Əlbəttə, indi federasiya işini bundan sonra da təkmilləşdirəcək və xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün, çünki bölgələrdə bugün həm olimpiya idman kompleksləri var hər bir yerdə, eyni zamanda güləş zalları. Ona görə bu seleksiya işi əlbəttə ki, gələcək uğurlarımızın əsasını təşkil edəcək. Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır. Həm olimpiya oyunlarında, dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur, amma idmanda hər şey mümkündür. Əsas odur ki, qələbə əzmi idmançılarımızda çox güclüdür
və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bugün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız o cümlədən idman uğurları ilə fəxr edir. Mən sizi bu münasibətlə bir daha təbrik edirəm. Mənim idmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm və bu 30 ilə yaxın müddət ərzində əlbəttə ki, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, ardıcıl şəkildə uğurlarımızın davam etməsi və gənc nəslin yetişməsi hər şey mənim gözümün önündə keçib. Görün, neçə nəsil dəyişib, amma bugün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur. Əminəm ki, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, daima Azərbaycan xalqı idman yarışlarına baxanda sevinç hissləri keçirsin. Və əlbəttə ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır. Bizim təcrübəmiz də böyükdür. Çox böyük beynəlxalq yarışlar keçirmişik. Həm Avropa oyunlarını, həm İslam həmrəylik oyunlarını. Bunlar demək olar ki, yay olimpiya oyunlarının səviyyəsinə çox yaxındır. Keçən il MDB oyunlarını özü də paytaxtda yox, bölgələrdə keçirtmişik. Yəni bu onu göstərir ki, çox güclü potensial var və idmana dövlət tərəfindən qayğı, idmançılara qayğı bu dövlət siyasətidir və əminəm ki, idmançılar da bunu görür və hiss edir. Bir daha sizi təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.